Salam, növbəti dərsimiz ibtidai icma quruluşu olacaq. Məlum məsələ ibtidai icma quruluşu ilə bağlı hər il universitet qəbul imtahanında həm may blokuna, həm də iyul blokuna 2 və 3-cü qruplarına sual düşür. Bəşər tarixinin ilk və ən uzun ömürlü dövrü olan ibtidai icma quruluşu. Şərti olaraq 3 yerə bölünür: daş dövrü, tunc dövrü, dəmir dövrü. Bu niyə belə adlanır? Çünki dövrü həmin istifadə olunan əmək alətlərinin materialına görə bu dövrləri belə adlanır: daş, tunc, dəmir dövrü. Daş dövrü də şərti olaraq 3 yerə bölünür: paleolit, yəni qədim daş dövrü; mezolit, orta daş dövrü; neolit isə yeni daş dövrü. Tunc dövrü də 3 yerə bölünür: erkən tunc, orta tunc və son tunc. Bir də daş dövrünə, mis dövrünə keçid olan, yəni mis daş dövrü adlanan eneolit dövrü var. Paleolit dövrü də öz növbəsində 3 yerə bölünür. Paleolit dövrü 3 yerə bölünür: alt paleolit, orta paleolit, üst paleolit. Yəni bir sözlə ibtidai icma quruluşu 3 yerə bölünür: daş, tunc, dəmir. Daş dövrü də 3 yerə bölünür: paleolit, mezolit, neolit. Tunc da 3 yerə bölünür: erkən tunc, orta tunc, son tunc. Paleolit də 3 yerə bölünür: alt, orta, üst paleolit. Mis daş dövrü isə adlanır eneolit dövrü. Qeyd et ki, eneolit dövrü neolitdən sonra erkən tuncdan əvvəl gəlir. İlk öncə araşdırmalı olduğumuz dövr belə ki adlanır alt paleolit. İndi biz hər bir dövrün əhatə etdiyi zaman aralığı və həmin dövrdə olan hadisələri bir diqqətlə incələyirik. Bəşər tarixinin, yəni ibtidai icma quruluşunun ilk dövrü adlanır alt paleolit. Alt paleolit əhatə edir ilk insan yaranmasından 100 min il əvvələ qədər. Yəni ilk insanın yaranmasından 100 min il bundan əvvələ qədər olan dövrü nə deyilir? Alt paleolit. Alt paleolitdə görürsən nələr olur? Alt paleolitdə ilk insan yarandı. İlk insan tipinin adı bacarıqlı insandır. Bacarıqlı insanın xüsusiyyətləri: 1. Onda şuur yoxdur. 2. Onda nitq yoxdur. Alt və orta paleolitlərdə mövcud olmuşdur. İlk insan kollektivi yarandı. Məlum məsələ, yəni hər bir dövrümüzdə də insanların öz kollektivi əhatəsi olur. İbtidai icma quruluşunun alt dövründə ilk yaranan bacarıqlı insan özü üçün ilk kollektiv yaratdı. Bu kollektivin adı oldu ulu icma. Ulu icmanın xüsusiyyətləri: 1. Ulu icma alt paleolitdə yaranır. 2. Ulu icmanı bacarıqlı insan yaradır. 3. Ulu icma körtəbiydi. 4. Daimi deyildi, tez-tez dağılırdı. 5. Əslən heyvan təhlükəsindən zərurətdən yaranmışdır, məcburiyyətdən. 6 isə alt və orta paleolitdə mövcud olmuşdur. Həmçinin alt paleolitdə ilk əmək alətləri meydana gəldi. Alt paleolitdə ilk məşğuliyyət yarandı. Yəni ilk məşğuliyyət, həmçinin də ilk təsərrüfat növü. Bu mənimsəmə idi. Yəni mənimsəmə odur ki, təbiətin bizə verdiyi hazır məhsulları istifadə etmək. Bu mənimsəmədir. Dedik ki, mənimsəmə təsərrüfatı meydana gəldi və ilk məşğuliyyət yarandı. Həmçinin alt paleolitdə təbii ot da yaranmış oldu. Var suni ot, var təbii ot. Təbii ot alt paleolitdə yarandı. Alt paleolit əsasən araşdırılıb Azıq mağarasında. Azıq mağarası harada yerləşir? Qarabağın Xocavənd rayonu arasında yerləşir. Azıq mağarasında araşdırma nəticəsində aşkarlanmış ki, azıqda heyvan sümükləri, həmçinin bu sümüklərin üzərində, ayı kəllərin üzərində cızıqlar sübut edir ki, azıqda yaşayan insanın özünün sadə dini görüşləri olub, həmçinin ocaq izləri aşkar olunmuşdur, həmçinin 22 yaşlı qadının çənə sümüyü aşkarlanmışdır. Azıq mağarasında həmin o qadının alt çənə sümüyünü tapan alim Məmmədəli Hüseynovdur, 1968-ci ildə. Azıq mağarası yerləşir Xocavənd rayonunda. Alt paleolit dövrünə aid olan insan düşərgəsidir, mağarasıdır. Azıq mağarasında yaşayan insana azıqantrop deyilir. Azıqantrop insanı bir daha deyirik, Azıq mağarasında yaşayır. Azıqantrop insanın xüsusiyyətləri alt paleolit dövründə mövcud olur. Azıqantropun xüsusiyyətləri sadə dini təsəvvürləri olur. Çünki ayı kəlləri üzrə tapılan cızmaqara onu sübut edir. Azıqantrop 350-400 min bundan əvvəl yaşamışdır. Və həmçinin Azıq mağarası özü yerləşir Quruçay vadisində. Vadi su olan ərazidir. Həmçinin Quruçay vadisində həyat təqribən 2 milyon il bundan əvvəl başlamışdır. Bir daha deyirik. Alt paleolitdə, Azərbaycanda ən çox araşdırılan insan düşərgələrindən biri Azıq mağarasıdır. Azıq mağarası yerləşir Xocavənd rayonunda. Azıq mağarası Xocavənd rayonunda Quruçay vadisində yerləşir. Azıqda yaşayan insana azıqantrop deyilir. Azıq mağarasında tapılıb ocaq izləri, qadının at çənə sümüyü və həmçinin heyvan sümükləri və həmçinin əmək alətləri. Heyvan sümüklərindəki o cızmaqara, ayı kəllərindəki cızmaqara sübut edir ki, azıqantrop insanının sadə dini görüşləri olmuşdur. Azıq mağarasında tapılan at çənə sümüyünü isə alim Məmmədəli Hüseynov tapmışdır 1968-ci ildə və həmin at çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılmışdır.
Məhz bu tapıntıya görə, məhz Azıq mağarasına görə Azərbaycanın ərazisi qədim insan məskənlərinin ərazisinə daxil olmuşdur. Yəni Avropadakı ən qədim insan məskənlərindən biridir. Digər dövrümüz olur Orta Paleolit. Əhatə edir 100 min il bundan əvvəldən 35 min il əvvələ qədər. Orta Paleolit dövrü adlanır Mustiye mədəniyyəti. Yəni Mustiye mədəniyyəti deyəndə ağlımıza Orta Paleolit gəlməlidir. Mustiye mədəniyyəti, Mustiye Fransada yaradılır. Orta Paleolitdə yeni insan yarandı. Bu insan adı Neandertal insandır. Neandertal insan adlanır. Dediyimiz kimi, Neandertal isə Almaniyada yaranmışdır. Orta Paleolitdə süni od kəşf oldu. Baxın, Alt Paleolitdə təbii od yaranmışdır. Alt Paleolitdə ilk insan, bacarıqlı insan yaranmışdır. Neandertalda isə yeni insan, Orta Paleolitdə isə yeni insan olan Neandertal insan yaranmışdır və süni od yaranmışdır. Orta Paleolitdə axirətdə inan formalaşdı. 200'lü silahlar düzəltirdilər insanlar. Orta Paleolit Azərbaycanda öyrənilmişdir. Qarabağda Azıq, Tağlarzar, Qazaxda Daşsalaqlı, həmçinin Naxçıvan ərazisində. Daha sonra gəlir Üst Paleolitə. Üst Paleolit əhatə edir eradan əvvəl 35-ci minlikdən eradan əvvəl 12-ci minlikəcən. Üst Paleolitdə də yeni insan yarandı. Bunun adı ağıllı insandır. Ağıllı insan. Ağıllı insanın xüsusiyyətləri. Artıq ağıllı insan və yaxud da homo sapiens deyilir buna. Onda nitq var idi, danışıq var idi və şuur var idi. Nitq və şuur nə bacarıqlı insan da olmayıb, nə də Neandertal insan da olmayıb. O olub yalnız ağıllı insandır. Üst Paleolitdə yarandı. Yeni əmək alətlərindən inkişaf etməyə başladı bu dövrdə. Bu dövrdə sal yarandı. Sal nədir? Bir növ qədim qayıqdır. Sadi bir sənət yarandı Üst Paleolitdə. Yeni əmək alətləri. Bunlar hansıdır? İynə, süngü, biz, bıçaq yarandı Üst Paleolitdə. Yeni insan olan ağıllı insan özü üçün yeni bir kollektiv formalaşdırdı. Bu kollektivin adı qəbilə idi. Baxın, dedik ki, ilk insan kollektivinin adı Ulu Cuma idi. Onu yaratmışdır bacarıqlı insan, Alt Paleolitdə. Ulu Cuma olub Alt Paleolitdə və Orta Paleolitdə. Lakin Üst Paleolitdə yeni insan yaranması ilə ağıllı insanın yeni bir insan kollektivi, qəbilə yarandı. Qəbilənin xüsusiyyətləri, qəbilə Üst Paleolitdə yarandı. 2. Qəbiləni ağıllı insan yaradıb. 3. Qəbilə qan qohumunun əsaslanırdı. 4. Qəbilə daimi idi, möhkəm idi. Halbuki Ulu İcma kollektivi belə deyildi. Üstə gəldə qəbilənin daxilində qadına, anaya xüsusi ehtiram var idi. Ona görə də qəbilənin yaranması ilə ana xaqanlığı dövrü başladı. Ana xaqanlığı dövrü Üst Paleolitdən erkən Tunc dövrünə qədər davam etmişdir. Həmçinin Üst Paleolitdə insanlar düzəltdikləri əmək alətlərinə ağacdan və sümükdən dəstək də əlavə edirdilər. Bir daha gelin. Üst Paleolitdə nələr oldu? Eradan əvvəl 35-ci minlikdən eradan əvvəl 12-ci minlikəcən əhatə edir. Yeni insan yarandı, ağıllı insan. Sal yarandı, sadə sənət yarandı. Yeni alətlər, iynə, süngü, biz, bıçaq yarandı. Yeni insan kollektivi, qəbilə yarandı və bununla da ana xaqanlıq dövrü başladı. Həmçinin də əmək alətlərinə dəstək düzəltməyə başladılar. Digər dövrümüzə olur Mezolit. Mezolit hərfi mənası orta daş dövrüdür. Əhatə edir eradan əvvəl 12-ci minlikdən eradan əvvəl 8-ci minliyə qədər. Mezolit dövründə nə oldu? Ox və kaman ixtira oldu. Ox və kaman ov alətləridir. Ox və kamanın ixtirasının nəticələri 1. İnsanlar heyvanları daha uzaq məsafədən ovlamağa başladılar. 2. Heyvan ovlayan zaman insan tələfatı minimum idi. 3. Və davamında isə heyvan əhəlləşdirməsinin, ardınca isə İbtidai maldarlığın və ibtidai əkinçiliyin əsası qoyulmuş olur. Yəni bunlar ox və kamanın davamındadır. İnsanlar heyvanları daha uzaq məsafədən ovlamağa başladılar. Heyvan ovlayan zaman insan tələfatı minimum indi. Ardınca heyvan əhəlləşdirilməsi başladı. Həmçinin ibtidai maldarlığın və ibtidai əkinçiliyin əsası qoyuldu və bununla da istehlak və yaxud da mənimsəmə təsərrüfatından istehsala keçidinin əsası qoyuldu. Yəni insanlar Alt Paleolitdə, Orta Paleolitdə, Üst Paleolitdə əsasən ümumiyyətlə bunlar mənimsəmə təsərrüfatı, yəni istehlakla məşğul olurlar. Heç də özləri istehsal etmirlər. İstehlakdan və yaxud da ki, mənimsəmədən istehsala keçidin əsası qoyulduğu Mezolitdə. Mezolitdə həmçinin mikrolit əmək alətləri, yəni 2-3 silahlar düzəltməyə başladılar. Mezolit dövründə həmçinin qəbirlərə daş bütlər qoymağa başladılar. Həmçinin bunlar harpun düzəltdilər. Harpun balıq ovlamaq üçün 2 uclu bir alət idi. Mezolit dövrü Azərbaycanda öyrənilir.
Qobustanda və Qazaxın Damcılı mağarasında. Qobustan qayaüstü rəsmlərini araşdıran alim isə Norveç alimi Thor Heyerdahl olmuşdur. Bir daha deyim, mezolit əhatə edir eradan bəri 12-ci minlikdən eradan bəri 8-ci minliyə qədər. Ox və kaman ixtira olundu və bunun nəticəsində insanlar heyvanlara daha uzaqdan olmağa başladılar. İnsan tələfatı minimuma indirildi. Heyvan əhliləşdirmənin əsası qoyuldu. İbtidai maldarlıq və əkinçiliyin əsası qoyuldu. İstehsal keçidinə, mənimsəmədən istehsal keçidinə əsası qoyuldu. Mikrolit alətlər kəşf olundu. Qəbirlərə daş büt qoyuldu. Balıq olmaq üçün harpun icadı oldu. Bu dövr Qobustan və Qazaxın Damcılı mağarasında aşkarlanmışdır. Daha doğrusu araşdırılmışdır. Digər dövrümüz olacaq Neolit dövrü. Neolit sözü mənası yeni daş dövrüdür. Yəni Paleolit oldu qədim daş dövrü, Mezolit orta daş dövrü, Neolit yeni daş dövrü. Eradan əvvəl 8-ci minlikdən eradan əvvəl 6-cı minliyə qədər davam etmişdir. Neolit dövründə artıq insanların əsas məşğuliyyəti olduğu əkinçilik və maldarlıq. Yəni bir növ Neolitə qədər əsasən məşğuliyyət idi və daha doğrusu Mezolitə qədər Mezolit daxil olmaqla əsasən məşğuliyyət idi yığıcılıq və ovçuluq. Artıq Neolitdən etibarən insanların əsas məşğuliyyəti əkinçilik və maldarlıq oldu. Bu dövrdə insanlar toxa əkinçiliyini kəşf etdilər. Yəni toxa yeri şumlamaq üçün bir alət idi. Bu dövrdə toxa əkinçiliyini kəşf etdilər. Bu dövrdə istehsala keçid tam baş çatdı. İstehsala keçidin əsası qoyuldu Mezolitdə. Amma istehsala keçid başa çatdı Neolitdə. Bu dövrdə insanlar oturaq həyata keçdilər. Yəni Neolitə qədər insanlar oturaq həyat tərzi sürmürdülər. Oturaq həyata keçdilər. Davamında isə sənətkarlıq yarandı. Bəs hansı sənətkarlıq sahələri yaranmış oldu Neolitdə? Bunlar duluzçuluq, yəni saxsı qablar və həmçinin dəri işləmə, daş işləmə, daş yığalama və həmçinin toxuculuq yaranmış oldu. Yəni ilk sənətkarlıq sahələri hansılar oldu? Duluzçuluq, saxsı qablar düzəltirdilər, dəri işləmə, daş cilalama və həmçinin toxuculuq yaranmış oldu rəsmən. Qeyd etməliyik ki, duluzçuluq sənətinin yaranması bir sonraki dövrlərdə metallurgiya sənətinin yaranmasını gətirib çıxartdı. Yəni, metallurgiya sənətinin bir növ təməli qoyulduğu duluzçuluqla. Belə deyə bilərik. Amma metallurgiya Neolitdə yaranmadı. Bunu da qeyd etməliyik. Neolit dövrü Azərbaycanda bəs harada öyrənilir? Bu, Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə, Naxçıvanda, Qazaxda, həmçinin Təbriz ətrafında. Yəni, Neolit harada öyrənilir? Bir daha deyirik. Tovuzda Göytəpə yaşayış məskənində, Ağcabəddə Kamiltəpə yaşayış məskənində, həmçinin Qazaxda, Naxçıvanda və Təbriz ətrafında öyrənmişdir. Bu dərsimizdə sonuncu olan dövr adlanır Eneolit dövrü. Bu mis daş dövrüdür. Eneolit dövrü eradan əvvəl 6-cı minlikdən eradan əvvəl 4-cü minlikdən əhatə olmuşdur. Eneolit dövründə ilk metal kəşf olundu. İlk metalın adı mis idi. Lakin mis kövrək, yumşaq olduğu üçün yeni Eneolitdə də əsasən alətlər düzəldilir daşdan. Yəni bu o demək deyil ki, Eneolitdə misdən istifadə etmədilər. Edirlər az, amma yenə də əsasən daşdan idi. Bu dövr adlanır toxa əkinçiliyi. Niyə? Çünki toxanı inkişaf etdirdilər. Baxın, əgər sual olsa ki, toxa əkinçiliyi vaxt kəşf olunur, cavab Neolitdir. Əgər deyilsə ki, toxa əkinçiliyi dövrü adlanır hansı? Bu Eneolitdir. Çünki niyə? Toxanı Eneolitdə inkişaf etdirdilər. Bu dövrdə Eneolitdə artıq heyvan əhəlləşdirilməsi rəsmən bitdi. Heyvan əhəlləşdirilməsi başlamışdı Mezolitdə, Eneolitdə bitdi. Bu dövrdə insanlar dairəvi evlərdə yaşayırdılar. O evləri möhrədən, çiy kərpicdən düzəltirdilər. Evlərin damına həsir sərirdilər və dəfn alətlərində isə vəziyyət necə idi? Ölülərini əsasən evlərinin içində bastırırdılar və qan rəmzi olaraq oxra səpirdilər. Bu Eneolit dövrünün xüsusiyyətləridir. Bu dərsdə ümumiyyətlə ibtidai icma quruluşu ilə bağlı bu birinci dərsimdir. İbtidai icma quruluşunun davamı isə ikinci dərs olacaq. İbtidai icma quruluşu nəyə fikir verməlidir? Biz bilirik ki, Paleolit dövrü bilməliyik ki, Azərbaycanda harada öyrənilir? Paleolit dövrünün düşərgələri, daha doğrusu ibtidai icma quruluşunun qədim insan düşərgələri haradadır? Yəni, daş dövrünün xüsusiyyətləri, daş dövrünün düşərgələri haradadır? Bunlar
Qarabağda azıq tağlar, Kəlbəcərdə zar, Naxçıvanda qazma, Mingəçevirdə qaraca, Levikdə buzeyir, Qazaxda damcılı və daşdağlıdır. Biz hər bir dövrün düşərgəsinin harada yerləşdiyini xəritədə aşkarlamalıyıq. Yəni, bu hökmən biz bunu bilməliyik. Digər məsələ. Misal olaraq, alt, orta, üst boyutun aşağılığı nədir? Hər üçündə əmək adları daşdan hazırlanırdır və hər üçündə insan tipi yaranmışdır. Alt boyutda bacarıqlı insan, orta boyutda neandertal insan, üst boyutda isə ağıllı insan yaranmışdır. Həmçinin, orta boyuta qədər axirəti ilə olmayıb. Axirəti ilə orta boyutda yaranıb və günümüzdə də var. Əgər sol olsa ki, misal, axirəti ilə var idi. Alt boyuta çıxmaq şərti ilə qalan bütün dövrlərdə var idi. Əgər sol olsa ki, axirəti ilə yarandı, cavab orta boyutdur. Digər məsələ, sol olsa ki, dulusçuluq var idi, bu neolitdən etibarən var olmağa başladı. Əgər sol olsa ki, dulusçuluq kəşf olundu, bu neolitdir. Yəni, bizə yazılsa ki, neolitdə dulusçuluq olub, bəli. Yəni, biz bu tipli suallara əsasən diqqət etməliyik və bu dərsimiz bundan ibarətdir.